Şeyx Saduq minbərdə İmam Hüseyn əleyhissalamın məhərrəmliyindən danışanda, cəmaata moizə eləyəndə bir neçə hədis deyir İmam Hüseyn ağanın barəsində. Şeyx Saduq hədisin belə başlayır ki, Meysəm-i Təmmar olub. Bunun adını hamımız eşitmişsiniz. Əli əleyhissalamın yaxın səhabələrindən olub. Deyir, Cibilliyə Məkkiyyə adında bir şəxs idi. Meysəm-i Təmmardan bu hədisi nəql edir. Meysəm-i Təmmar yazırlar ki, ağanın sirlərinə sahib idi. Əli əleyhissalamın müəyyən sirləri Meysəm-i Təmmardaydı. Özü bir xurma satan bir kəs idi ki, yazırlar heç savadı da olmuyor. Deyək, məktəb qutarsın, ali təhsili olsun, belə bir insan olmuyor. Amma o qədər etibarlı insan olub ki, o qədər qəlbi, mərifəti geniş, yüksək olub ki, Əli əleyhissalamın bildiklərini o həzm eləyə bilir. Meysəm-i Təmmar elə bir insanlardan idi ki, mənəvi baxımdan o qədər saf, o qədər islah olunmuş bir şəxsiyyət idi ki, Meysəm-i Təmmara Əli əleyhissalam İxlas.biz Cibilliyə Məkkiyyə deyir, mən Meysəm-i Təmmardan eşitdim. Meysəm-i Təmmar Kərbəla hadisəsində İbn Ziyadın zindanında idi. Bir neçə şəxsi İbn Ziyad salmışdı zindana, onlardan da biri Meysəm-i Təmmar idi. Adını hamınız eşitmişsiniz, hətta çoxları demək olar bunun filminə baxıb. Muxtar-ı Səqəfi ki, məşhur İmam Hüseyn ağanın qatillərindən intiqam alan şəxs, onunla bir yerdə Meysəm-i Təmmar İbn Ziyadın zindanında idi, Kərbəla hadisəsi olanda. Deyir, mən Meysəmdən eşitdim ki, Meysəm and isti Allaha. Dedi, and ola Allaha, bu ümmət Peyğəmbərlərinin övladlarını Mühərrəmin 10-cu günündə şəhid eləyəcəklər. Bu ümmət gələcəklər, bu cinayətə əl atacaqlar ki, onlar Mühərrəmin 10-unda Peyğəmbərin əhli əyalını, əhli beytini qətlə yetirəcəklər. Allahın düşmənləri, Peyğəmbərin düşmənləri həmin günü öz mənfəət günləri hesab eləyəcəklər. Onlar o gündə elə biləcəklər ki, bir xeyrə çatdılar. Doğrudan da elə fikirləşirdilər. Onlar elə fikirləşirdilər ki, biz İmam Hüseyn ağanı öldürməklə Allaha yaxınlaşacağıq. Hətta bəziləri gedirdilər, qılıncı alırdılar. Qılıncı alanda niyyət eləyirdilər. Deyirdilər, İmam Hüseyn ağayan başın kəsməkdən ötürü qılınc alıram, gedirəm qurbətən ilallah. İmam Səccad əleyhissalamın bir məşhur hədisi var. Məşhur hədisində İmam Səccad əleyhissalam buyurur ki, onlar Allahın qanı ilə Allaha yaxınlaşmaq istədilər. İmam Hüseyn ağanın qanı adi bir bəşərin qanı deyildi ki, o qan Allahın qanı idi. O qan Allahın Peyğəmbərinin qanı idi. Allahın qanı ilə onlar Allaha yaxınlaşmaq istədilər. Meysəm-i Təmmar bunu danışandan sonra deyir ki, bu hadisə olacaq. And ola Allaha, bunu ağam Əlidən eşitmişəm. O mənə xəbər verib bunu. O mənə deyib ki, Hüseyn ibn Əliyə hər kəs, hər şey ağlayacaq. İmam Hüseyn ağaya tək insanlar ağlamayacaq. Hər şey İmam Hüseyn ağaya ağlayacaq. Hətta səhrada olan yırtıcı heyvanlar İmam Hüseyn ağaya ağlayacaq. Dəryadakı balıqlar İmam Hüseyn ağaya ağlayacaq. Havada uçan quşlar İmam Hüseyn ağaya ağlayacaq. Günəşlə ay ağlayacaq. Ulduzlar ağlayacaq. İnsanlar, cinlər, mələklər ağlayacaq. Hətta Rizvanla Malik də ağlayacaq. Rizvan cənnətin qapısına deyirlər, Malik cəhənnəmin qapısına. Deyir, onlar da ağlayacaq İmam Hüseynə. Dünyada nə var, hamısı ağlayacaq. İmam Hüseyn ağaya əza saxlayacaq. İndi sən burada bir sual verərsən mənə ki, necə yəni günəş ağlayacaq, ay ağlayacaq, ulduz ağlayacaq, dəryadakı balıqlar ağlayacaq. Doğrudan belə olub. Məhərrəm ayının 10-cu günündə İmam Hüseyn ağa şəhid olan vaxtda günəş tutulur. Qara yellər gəlir havanın üzünə, qara buludlar gəlir, qəribə səslər gəlir. Bunu hamı eşidir, hamı da görür. Bu o deməkdir ki, aləmdə nə var İmam Hüseyn ağaya həmin vaxt ağlayır. Külək də İmam Hüseyn ağaya ağlayır. Hər şey İmam Hüseyn ağaya ağlayır. Niyə? Onlar hardan tanıyırlar İmam Hüseyni? Ümumiyyətlə, onlar şuurludur ki, İmam Hüseyni tanıyıb ona ağlasınlar. Quran buyurur ki, bəli. Əvvəllər insanlar elə bilirdilər ki, ancaq heyvanlarla insanlar canlıdır. Ancaq canlılar cərgəsinə bu iki dəstə daxildir. İnsanlar, bir də heyvanlar. Sonra elm sübut elədi ki, xeyr, bitkilərdə də can var. Bitkilər də canlılar cərgəsinə daxildir.
Ondan sonra böldülər. Dedilər bitkilər, heyvanlar, insanlar, canlılar zərgəsinə daxildir. Ondan qalanlar yerdə nə var? Hamısı cəmadatdandır, yəni cansız. Amma axırda gəldi, elm sübut elədi ki, aləmdə cansız heç nə yoxdur, hər şey canlıdır. Daşın da canı var, yerin də canı var, torpağın da canı var, havanın da canı, hamısı canlıdır. Niyə? Onlar elmi cəhətdən sübut eləyiblər, o bir yana. Amma Qur'an-ı Kərim bundan xəbər verir. Buyurur, yerdə, göydə nə var? Hamısı Allaha zikir deyir. Hamısı Allaha təsbih deyir. Sən götürmüsən təsbihi əlvə, deyirsən ki, Allahu Əkbər, la ilahə illallah, subhanallah, vəlhamdülillah. Bunu zikir kimi deyirsən. Amma deyir, elə bilməklə ki, sən ancaq bunu sən deyirsən. Aləmdə nə var? Hamı bu zikri deyir. Vəşşəcəru deyir, ağac da Allaha səcdə eləyir. Vəs-səmau vəşşəcəru yəscudan, göylər, yerlər hamısı Allaha səcdə eləyirlər. Yəni, aləmdə cansız heç nə yoxdur, hər şeyin canı var. Qiyamətin günündə bunlar danışacaq. Sən elə bilirsən, torpaq danışacaq. Yevmə izin tuhaddisu əxbaraha. Yer həminki gün öz xəbərlərini çıxartacaq üzə, qiyamətin günü gələndə. Yerdə xəbərlər var. O xəbər verəcək ki, bu insan mənim üstümdə neynədir? Peyğəmbər hara gedərdi, 2 rəkat namaz qılardı. Soruşdular, ya Resulallah, niyə belə eləyirsən? Dedi, çünki qiyamətin günündə yer şahidlik eləyəcək. Qiyamətin günü gələndə hər şey danışacaq. Əl danışacaq, ayaq danışacaq, dəri danışacaq. Axı, bunlar biz bilirik cansızdır, amma deyir, o danışacaq. Onlar, sən elə bilirsən cansızdır. Onlar əslində canlıdır, Allaha səcdə eləyirlər, Allaha şükr eləyirlər, Allahı zikr eləyirlər. 14 əsr bundan qabaq Qur'an-ı Kərim xəbər verib, elm hələ indi oyanır ki, dünyada cansız heç nə yoxdur, sən demə hər şey canlıymış. Meysəm deyir ki, Cibilləyə Məkkiyyə, səma həminki gün, Aşuranın günündə qan və kül rəngin alacaq. Bil ki, asiman, səma İmam Hüseyn ağaya ağlayır. Lənət olsun İmam Hüseyn ağanın qatillərinə. Dedim, Meysəm, sən bayaq dedin ki, İmam Hüseyn əleyhissalam Məhərrəmin 10-unda şəhid olacaq. Onu şəhid eləyənlər o günü özləri üçün bir mübarək gün kimi biləcəklər. Və deyəcəklər ki, bu gündə seviniblər, biz məqsədimizə çatdıq. Onlar nə cür bu günü özləri üçün mübarək bilirlər? Bir Meysəm ağladı, dedi ki, bir batil gümana görə. Onlar bir batil şeyi fikirləşirlər. Elə bilirlər ki, mübarək bir gün yaşadılar. Amma bilmirlər ki, bədbəxt bir gün yaşadılar. Deyir, hansı gümandır o? Deyir, onlar elə bilirlər ki, Məhərrəmin 10-unda Həzrəti Adəmin tövbəsi qəbul oldu. Amma halbuki Məhərrəm ayında yox, Zilhiccə ayında Adəmin tövbəsini Allah qəbul elədi. Onlar fikirləşirlər ki, Həzrəti Adəmin tövbəsi bu gündə qəbul oldu. Gör nə xoşbəxt insanlarıq. Hüseyni öldürməyimiz düşdü Aşura gününə, Məhərrəmin 10-una, Adəmin tövbəsinin qəbul olduğu günə. Bax, belə bir çox belə məntiqsiz əlaqələndirirlər. Halbuki o Həzrətin tövbəsi Zilhiccədə qəbul oldu. Onlar fikirləşirlər ki, Aşurada, Məhərrəmin 10-unda Yunus Peyğəmbər balığın qarnından azad oldu, xilas oldu. Halbuki Yunus Peyğəmbər balığın qarnından Ziqədə ayında xilas olub. Onlar fikirləşirlər ki, Aşura günündə Nuh Peyğəmbərin gəmisi tufandan xilas oldu, gəldi Cudi adında bir dağa söykəndi, dayandı. Xilas oldular. Onlar belə fikirləşirlər. Halbuki bu Zilhiccə ayında baş verib, nəinki Məhərrəm ayında. Onlar fikirləşirlər ki, Bəni İsrail üçün 12 dənə yol, dəryada 12 dənə yol, Məhərrəm ayının 10-unda açıldı. Amma yox, o Rəbiül Əvvəl ayında olub. Yəni, bunlar bu batil gümanı əllərində əsas tutub, Məhərrəm ayında İmam Hüseyn ağanı şəhid eləməklərinə görə həm sevinirlər, həm mübarək gün kimi onu yaşayırlar, sevinirlər ki, biz görünə müqəddəs gündə İmam Hüseyn ağanı şəhid elədik. Ey Cibillə, bil ki, Hüseyn ibn Əli şəhidlərin ağasıdır. Onun köməkçiləri başqa şəhidlərdən qat-qat üstündür İmam Hüseyn ağanın yanında şəhid olanlar. Hər vaxt gördün ki, günəşin üzü təzə qırmızı qan rəngini alıb, bil ki, həmin vaxt Hüseyni şəhid eləyiblər Kərbəlada. Deyir, həmin bu Cibillə ki, Məkkə şəhərində olub, Məkkəli olub, deyir, Aşuranın günü idi. Mən çıxdım, gördüm ki, günəş şüası zəfəran parçaların rəngi kimi divarlara saçıb. Hər tərəf qırmızı rəngə boyanıb. Deyir, onda qışqırdım, fəryad elədim, ağladım ki, Kərbəlada Hüseyn ibn Əlini öldürdülər.
Soruşdular ki, hardan bildiniz? Dedi, mənə bu xəbərləri bir zaman Meysəm-i Təmmar vermişdi. Meysəm-i Təmmar elə bir insan idi ki, Əli əleyhissalamın xüsusi sahabələrindən olmuşdu.